Keçən il bələdiyyələrin fəaliyyəti ilə əlaqədar 103 inzibati xəta haqqında protokol tərtib edilib. Məhkəmələrə göndərilib, həmin müddətdə həmçinin qanunvericiliyin tələblərinə zidd olan 74 bələdiyyə aktı ləğv edilib. Bu fikirlər Milli Məclisin bugün keçirilən plenar iclasında səsləndirilib. İclasda həmçinin bildirilib ki, əgər dövlət mərhələli şəkildə sənədsiz evlərin sənədləşdirilməsi işini həyata keçirərsə, bu həm də bələdiyyələrə xeyir olacaq. Bələdiyyə xəritələrinin və torpaqları üzərində mülkiyyət sənədlərinin olmamasıdır. Bu da onların fəaliyyətində, vergi yığımında, ödənişlərin yığımında kifayət qədər böyük problemlər yaradır. Əgər onlar bu sənədlərlə və xəritələrlə təmin olunarsa, onlar həm vergiləri də normal yığa bilərlər və eyni zamanda öz torpaqları üzərində sərbəst şəkildə sərəncam vermək imkanını da alacaqlar və digər bir məsələ, bu artıq bizim cəmiyyətimizi də narahat edən məsələlərdən biri, həm dövlətimizin də narahat edən məsələlərdən biri sənədsiz evlərin sənədləşdirilməsidir. Bugün indi müxtəlif rəqəmlər çəkilir. Bəziləri deyir 500 min, bəziləri deyir 700 min, bəziləri deyir 1 milyon sənədsiz ev mövcuddur ölkə üzrə, elə təkcə Bakı şəhəri üzrə yarım milyona qədər sənədsiz ev mövcuddur. Amma bunun təbii ki, həm obyektiv, həm subyektiv səbəbləri var. Qanunsuz tikililər var, eyni zamanda qadağan olunmuş ərazilərdə tikilmiş evlər var, aradakı vətəndaşlara mülkiyyət sənədlərinin verilməsi mümkün deyil. Amma buna baxmayaraq siz təsəvvür edin ki, indi əgər məsələn biz indi qeyri-rəsmi statistikaya inansaq 1 milyona yaxın sənədsiz ev varsa, təsəvvür edin ki, ölkə bələdiyyələri 1 milyon əmlakdan vergini tuta bilmirlər.